Yine bir iş başındayım. Bir işler peşindeyim. Xəmir elədim. Mikserimdən elədim. Elə qəşəng rahatdır ki, də əllərini bulamırsan, uzun uzadı. Qəşəng tökürsən içinə, başlayırsan yoğurmağa. Da kartoşka qoymuşam, piraşka eləyəcəm qazımın üstünə. Küftə pişirirdim, daşdı. Da küftə eləmişəm. Nanəsi qalıb tökmək. Bunlar da həmişə kimi ayağımın altında oynayırlar. De bu başlıqla, mikserlə. Elə rahatdır, qəşəng. Kimdə var bu başlıq? Xəmir yoğurmaq üçündür. Qəşəng də yoğurur. Bir də əziyyət çəkib əlinizlə yapış-yapış olmursunuz. Qəşəng xəmiri yığırsınız, qoyursunuz. İndi qoyacağım bunu gəlsin. Oy, piraşka eləyəcəm. Bilmirəm, yarısını bəlkə yağda, yarısını belə eləyərəm, ya hamısını yağda eləyərəm, ya hamısını tıxovkada, orasını hələ qərar verməmişəm. İbufen yenə çıxıb ortalığa çünki Nərgiz qızdırması var. Böyük ehtimal ki, dişindəndir bu dəfə. Allah, maşının səsindən də ümid edirəm, eşidərsiniz. Həmişəki kimi iş başındadır. Pilosda bunlar var burada. Güləşənkalar. Burada paltarlar var. Bunları yığmalıyam ki, bu birisiləri asım. Nəysə, xəmiri qoyum. Bugünün ərsəyə gələnləri keksimiz, donetlərimiz nazlı demişkən. Piraşkanın xəmirindən qalmışdı. Belə yumru-yumru yağda qızartdım. Üstünə də şəkər pudrası səpdim. Buna da. Bunlar da piraşkilərimizdir. Qəşəngdir. Xoşdursunuz, bəyərsiniz. Bu da səbirsizliklə yeməyi gözləyən Nazlı xanım. Sən niyə köynək yutarsın geyimsən, indi görürəm. İti qalıb içərdə. Bu da gözləyən Nərgiz xanım. Salam qızlar, kanalıma xoş gəlmişsiniz. Sizi kanalımda görməyə çalışadım. Bu günlərim elə bir dağınıq evdən sizi salamlayıram ki, xəstəxanadan gəlmişik. Bu arada sizə deməmişdim, amma mən təzədən xəstəxanaya qayıtmışam. Nərgizlə 5 gündə oradaydıq. Evin dağınıqlığını görün. Hələ mən bunu biraz yığışdırmışam. İndi Nərgizi yuyum, yatırsıram, yığışdıracağım. Bir balaca yığışdırmışam da. Gələndən yığışdırmaqla məşğulam. Paltarları yerbəyer eləməklə məşğulam. Hələ yoldaşım bu dəfə biraz yuyubdu, qatlayıb yığıbdı, ayırıb bəzi şeyləri. Yenə də ev bərbad gündədir.
xəstəxanadan gətirdiklərim, xaladenikdə xarab olanlar. Xarab olan deyəndə, yəni 5 gündə evdə olmadığımıza görə, təbii ki, o yeməklər də yeyilmədiyinə görə atılasıdır. Xəstəxanadan gətirdiklərim hələ burada yenə var. Prosta mən Nərgizi yatızdırım, sonra davam eləyim ki, belə mənə macal vermir heç nəyə. Gəl, Nərgiz, gedək tötüşünü yuyum. Pampers götürdün. Hə, gəl. Aç hamamın işığını yandır. Onu yuyum, yatızdıram ki, sonra gəlmişdim, davam eləyim. Gir. Girəm ama gəlim. Pastellləri dəyişdim. İndi bunları aparıb atacağım yuyulmağa. Bu arada inşallah istəyirəm ki, 2 dənə balış alım. Sonra parça alıb pastel tikmək. Çünki pastellərimin əksəriyyəti köhnəliblər. Lap belə pis vəziyyətdə olanları, pis deməyim, yəni hələ də istifadə edə bilərəm də. Yəni lap çoxdan qalanları istəyirəm ki, əldən çıxardım. Onları uca kəsib dəsmal kimi istifadə eləyərəm, nə bilim bir yerləri silməyə falan, sonra ataram. Yaxşı vəziyyətdə olanları hələ də istifadə eləyəcəm. Bir də yoxsa onu dedim, sonra birisini dedim. Balış istəyirəm 2 dənə ya da 4 dənə, baxacam indi. Həm öz yatağımın üstündə əvvəl 2 dənə balış vardı. O balışların indi Nazlı ilə Nərgiz üçün istifadə eləyirəm. İndi 2 ya da 4 dənə balış almalıyam. Hal-hazırda Nazlı'nın kravatın üstündəki balışın içində balış deyil. Nərgizin yataq kənarları var idi, beşiyinin. Onları qatlayıb onun içinə qoymuşam, dekor kimi istifadə eləyirəm. Az qoy ora, yaşdı o. O birisiləri də Nərgizinkində də 2 dənə balaca balışı, elə bil 1 dənə balış üzünə salmışam. Böyük kimi. Elə istifadə eləyirəm. Hə, it. Burada yemək hazırlayıram. Nərgiz üçün sup, qıyma, makaron, pomidor doğramışam, qıymaya tökəcəm. Maşın qutarıbdır. Hələm asıb qutara bilməmişəm. Çünki bir işi saatlarla çəkir də mənim görməyim. Nərgizi yatızdırmışdım. Seravını qutara bilmədim işlərimi. Evi plisosdamışam. Yığışdırmışam. Nərgizin iynəsi var. Onu vurmalıyam. Sonra yeməklər bişib qutaracaq. Paltarları asmalıyam. Növbətləri qoymalıyam. Bir sözlə iş bitmək bilmir. Mən çəkə bilmirəm. Həm də hiss edirəm ki, axır vaxtlar ailə evində yaşayanda mən bir evi, o boyda evi bir gün içində dibləmə təmizləyirdim. Düzdür, gecəyə leşim çıxırdı, amma təmizləyib bitirirdim. İndi mən bu biçqanaq evi heç cürə təmizləyib qutara bilmirəm, yığışdırıb qutara bilmirəm. Bir uşaqla daha rahat idi, nəinki 2 uşaqla. Plus da Nərgiz xəstəxanadan çıxıb. Nazlı da özünü narahat hiss eləyir. Dərsə də göndərməmişəm bu günləri. Onun qızdırması falan olanda da narahat olur. Dəhşətdir də, bilmirəm nətər olacaq, necə olacaq. İnşallah ki, Nazlı Nərgiz kimi olmaz. Belə yüngül atlatar, keçər. Nərgizin antibiotikləri qalıb. Xəstəxanadan çıxdım 5 gün sonra. Evdə davam eləməliyəm. Bugün və sabah istifadə eləyəcəm və bitəcək. Oy, əzələ daxilidir. Ona görə özüm vura bilirəm deyə özüm vururam iynəsini. Yeməklər bişsin. Qızlar oynayır, indi göstərərəm də iynəni çəkim. Qəfidanım qaynayıb, yeməklərim hazır. Hətta uşaqlar yedi. Burada maşınımın 11 dəqiqəsi qalıb, qabları atmışdım içinə. Görün nə qədər zibilimiz çıxıb. Həm hamamdan götürdüyüm zibillər, həm buradan, həm qalan yeməklər falan. Hamısı oradadır. Qızların otağını təmizləmişəm. Təbii ki. Uca axşamdır. Heç nə çəkə bilməmişəm düzü. Da Nazlı'nın testi var, onu yazmalıdır. Sonra ona otağını töküb töküşdürüb. Hay can. Nə oldu? Nə? Götür sumkanı yerdən.
Oyuncaqları gətir oyuna gidən. Oynayırsan. Abba pişir bəbələrə, yatısdır. Nə, Əlvi yuyaq. Gəl yuyaq. Sonra bura paltarları sərdim. Digərlərini çölə sərmişəm. Buraları da yığışdırdım, sildim, elədim. Sonra dərmanların hamısını bir qaba yığmışam. Burada güzgünü Nərgiz barmaqlayıb təzdən, onu silməliyəm. Yəni belə eləyəm, görürsən. Arada qaldırıram orada saçın zadını yığıram ayaq üstə. Hündür deyilirəm, əyilməyim deyə. Saat artıq 6-ya işləyib. Sonra uşaqların dərmanlarını oraya yığmışam. Gedək, sənin əlləri yuyum. Nərgiz yeməyi yemişdi, bunları bura qoyum. Dön, axan dön. Küçük götürüm. Aba! Dedi, əlimizi yuyaq. Çantaları da yudum. Dedim, qoy təmiz olsun. Baxmayın, nə qədər olmasa xəstəxana, şkafa, ora-bura. Dəyər, düzdür, yer azada qoyan deyiləm mən çantaları da. Amma yenə də xəstəxanadakı şkaflara, nə bilim, maşına falan qoymuşuq da. Ona görə yudum, tərtəmiz. İnşallah xəstəxana çantası yox, gəzmək oppalar çantası olaraq yığıb gedərik. Bundan sonra elə bunu öz yerinə, onu da öz yerinə qoyum. Bunu mən gündəlik istifadə edirəm. Rahat mən harasa gedəndə tez 2 dənə bir şey atıram içinə. Nərgiz üçün aparıram. Demək, qızlar, biz növbəti gündəyik əslində. Dünənlərim çox da çəkə bilmədim. Düzü heç bugün də çəkə bilməmişəm. Elə dedim, elə bil bu günlərim çox çəkmişəm. Burada lazerə getmək lazımdır. Bir türlü imkan eləyib. İmkan deyəndə vaxt eləyib gedə bilmirəm. Maddi cəhətdən yox da. Belə getmək lazımdır. Görüm, alınsa sabahlarım gedim. Poliklinikaya gedib Nərgizin sənədlərini verməliyəm. 2 dəfə yatıb çıxıb. İkisinin də şeyi məndədir hələ, kağızı. Hələ deyəndə dünən çıxmışam. Yəni ondan qabaqki də məndə də aparıb verməmişəm. İkisini birdən aparıb verərəm. Sonra görüm Nazlı nətər olacaq. Əgər narahat olsa, sabahlarım onun üçün də məktəb üçün spravka açdırmalıyam. Ki, bugün də qaldı. Dünən dərsdə olub. Əgər sabah narahatlığı olsa, göndərməyəcəm, spravka açdıracam. Telefonumun, ay Allah, qaranlıqda çəkirəm. Telefonumun kabrosunu da yumuşam, spirtləmişəm, qəşəng-qəşəng. Şampundan yumuşam özdə. Yudum, sonra spirtlədim, qoydum, quruyub. İndi üstündə başqasıdır. Göstərim. Belə bir şeydir. Bunların hamısını mən Temu'dan alıram. Çox xoşuma gəlir. Qoyum, indi telefonum zərətka yığsın. Mən də gedim biraz dincəlim. Qabıya maşın qutarsın. Sonra qabları yerləşdirəcəm. Çıxartmışam. Hər rəng var da üstündə. Nə rəng istəyirsən, hər rəng var, amma sıra-sıra oldur axı. Fərqi yoxdur da. Fərqi var onun harda, hansı rəngdə? Hə. Qırmızı belə, narıncı belə. Bura nə idi? Nəsə idi də. Fərqi var idi. Mavini düz yerə qoymuşsan, sarını da düz yerə qoymuşsan. Dibim yetrildi. Çünkü adı çok komikti. Hırdavatçı. Ne aldın orada? Çıktı bant aldım bir tane. Boşa gitmesin diye de kendimi uyuz tanjuya yapıştırdım. Buradan ne alacaksın peki? Bu kafa masaj aletini alacağım galiba. O masaj aleti değil. İzləyicilərimdən biri soruşmuşdu ki, bu 2 şüşənin arasını Xofqanda necə təmizləyirəm. Görürsünüz, burada şuruplar var. İndi ikisini açdım. Sonra burada var. Biri də o tərəfdə var. Buradakini də açdım. İndi onları da açacağım. Sonra göstərəcəm sizə. Bu hissə çıxır qapaq kimi. Bu çıxır. Ayrıca listi. Sonra bunu çıxartmaq olur. İndi çıxardım hissəsi göstərəcəm. Bir də açım. İndi baxın, bunu buradan sökdüm. Baxın.
açdım. İndi bunu çıxardacağım. Bunu çıxardanda qapı yüngülləşirdi, yəni öz-özünə bağlanmaq istəyir. İndi buranı siləcəm. Sonra təzədən bağlayacağım yerinə. Buranı sildim. Aranı da görürsünüz. Oranı da sildim, amma tam belə apara bilmədim. Bilmirəm nədir. Görünür haçansa yağ tökülüb, fikir verməmişəm. Qalıb elə. Bunu da sildim. İndi bunu belə oturturam üstünə. İndi bunu taxacağım yerinə. Sonra da şuruplarını bağlayacağım. Oldu, bitdi. Neçə vaxtdan sonra hər dəfə bunu sökəndə buranı açırdım. İndi də açmışdım. Sən demə bunun bura heç bir dəxli yox imiş heç şüşəyə. Yəni sadəcə 2 dənə bunu, bir də digər tərəfdəkini. Bunu açmaq kifayət edir. Bunu çıxardırsan şüşə də çıxır. Mən də hər dəfəsində o bizlərdə düzdür elə böyük çox şüşə şey çıxartmırdım, amma yenə də maşının içini yumuşam, qoymuşam 30 dəqiqə özünü yusun da, yəni daha doğrusu özünü yusun yox, içini yaxalasın deyənə qoşmuşam. Bunu da nəhayət ki sildim. Çoxdan da istəyirdim onu silmək. Bir türlü əlim qalxmırdı oranı silməyə, üzünü, gözünü də. İçini çox da şey eləməmişəm. Yox, bugün əl dəyməmişəm içinə. Eləmə Nərgiz, eləmə. Götür onu oradan. Götür, soyunub niyə qoyursan ora paltarı? Gətir, kirli deyil o. Ver anaya. Yerdən salfetkanı götür, bax atmısan. Götür, at sibilə. Sonra aspiratorun üzünü gözümü belə sildim, şüşəsini sildim. Onun da şeylərini axırı vaxtlar düzəməli təmizləyib qutara bilmirəm. Əvvəl təzə yuyanda qəşəng yuyulurdu. İndi yuyanda o olmur yuyulmağı. Gərək bir dəfə də bu qabyon maşının içərisində yuyum onu qəşəng. Üzün gözünü yudum. Çünki hər dəfə nəsə bişirəndə içinin belə elə bir buxar olur, sonra axır, is salır da şüşəyə, 2 şüşənin arasına. O hər dəfə orada nəsə bişirəndə gözümə batırdı, əsəb olurdum. Axır ki sildim. Maşının da için qəşəng yudum, filtrin zadını təmizlədim. Təbii ki heç nə çəkmədim. Çünkisi yoxdur. Təmbəlləmişəm yenə. Əslində fikrimi, başımı, beynimi dağıtmaq üçün özümü işə vermişəm yenə. Bir də istəyirəm ki, tez uşaqlar sağalsın. Düzdür, hər ikisi yaxşıdırlar, gəzirlər, eləyirlər. Nastroyenlər də yerindədir, yemək falan da yeyirlər. Əsas odur. Tam belə haldan düşəndə, çünki mən də özümdə olmuram. Ağları qoşmalıyam, paraşokum tamamən qutarıb. Gözləyirəm ki, yoldaşım gəlsin. Tapşırmışam, alacaq. Eləmə Nərgiz, gedək. Qoşma, lazım deyir hələ. Qoşma, ata paraşok gətirsin sonra, gəl. Gedək indi. Zibilim də dolub daşır bugün. Gedək indi bir stəkan çay içim. Nərgiz xanımı geyindirəm, yəni raketin soyundu. Nərgiz sosu niyə yerdədir? Götür onu yerdən.